Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib. Mərhumla son görüş Dövlət Təhlükəsizlik Xidmətinin Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunub. Əməkdar artist Qurd Qapısı qəbristanlığında dəfn edilib. Keçirildi və bu çox məsuliyyətli. Onun vəfatı çox gözlənilməz oldu, hamımız üçün böyük kədər oldu. Mən onun ailəsinə, doğmalarına, yaxınlarına, Tahir qardaşımıza səbr diləyirəm. İnsan dünən var, dünən toydadır, hamı ilə qucaqlaşır, öpüşür. Sabah görüşərik deyir, sabah zəng eləyərəm deyir. Amma sabah artıq nə zəng var, nə görüş var, nə qucaqlaşıb öpüşmək var və əbədiyyət var. İnsan sevər idi, sənət sevər idi, vətənini, xalqını, millətini sevən idi. Bir də xalqına, millətinə dəyərli bir insan idi. Belələrini itirəndə adam doğrudan çox pis olur.